Salam, hər vaxtınız xeyir əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizlərə reyhan şərbətinin hazırlama qaydasını göstərirəm. İlk olaraq reyhanları təmizləyib, yuyub, yığdım aş üstünə, tam suyu süzülsün. Lazım olan ərzaqlar limon, limon duzu, ədviyyatlardan darçın, qızıl gül qönçəsi, mixək, şəkər tozu bizə lazımdır. 3 kiloluq balondan istifadə edirəm. Reyhan yarpaqlarını əlavə elədik. Videoda gördüyünüz kimi 2 stəkan şəkər tozu, amma bir barmaq aşağı şəkər tozu əlavə eləyib, üzərinə 1 dilim limon, darçın, qızıl gül qönçəsi, mixək və limon duzu əlavə eləyib, oxlovla şəkər tozunu reyhanla əzirik. Bunu etməkdə məqsədim reyhanın rənginin çıxmağıdır. Sonra üzərinə qaynaya-qaynaya qaynar suyu əlavə eləyib, oxlovla qarışdırıb qapağını örtürük. Bax, bu cür 1-2 saat mən saxlayıram, yerdə dəm alsın, yəni dəmlənir. Budur, artıq hazırdır. Baxın, görün rəngi necə gözəl alınıb. Şərbəti də içdikdə üzərinə 1-2 buz parçaları əlavə eləyib, nuş edirik. Reyhan şərbəti üçün məsləhətlidir ki, çox tünd reyhanlardan istifadə eləyəsiniz. Yəni, rəngi gözəl olsun deyə. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal eləyin. Videomu bəyəndinizsə, like etməyi, abunə olmağı unutmayın. Allaha əmanət olun.